Dünəndən nədir? 3 gündür bu yağa o qədər çox bəyənilirlər ki, sizlərə təqdim etdiyim sertifikatlı kərə yağımızı gözləyən müştərimiz başı üstə gözləyir. O qədər çox bəyənilən yağdır ki, bütün Azərbaycana səs salır. Düşünün ki, dayı bəlkə 1 saatlıq yağımızı gözləyir və dayıdan əlavə içəridə müştərilərimiz də var. Yağlarımızı gözləyirlər, gedək müştərilərimizə təhvil verək yağlarımızı. Mağazamıza gəlib təmiz kərə yağıdır. Oradan tük danışanlar var. Nə qatqı var, 11 mas. Siz gedin elə bahalıları alın. Alanlar elə bunun təbiiliyini bilirlər. Təbrizin hər şeyi ucuz və münasib qiymətlidir və yeganə ölkədir ki, məhsullarına heç bir qatqı qatmır. Buna əmin ola bilərsiniz. Alman yağım, alındıqca daşınan yağım, ölkəyə səs salan yağlarımız müştərilərimiz tərəfindən o qədər çox sevilir ki, bu gedir bacısına deyir, bacı dayı qızına deyir. Hər kəs gəlir yağlarımızdan almasının tək səbəbi keyfiyyətli yağ olmasıdır. Buna əmin ola bilərsiniz. 6-cı gündür biz başlamışıq da satmağa, düyü, paraşok, yağ satmağa. Satıldıqca satılan yağlarımız müştərilərimiz tərəfindən dəhşət dərəcədə çox sevilir. Dadına baxan hər kəs alır. Günlərdir kəşfiyyatını zəbt eləyən Təbrizin Montreux kərə yağlarının sertifikatına qədər sizə təqdim eləmişəm. Yazırlar oradan, nə bilim, bu dövrdə belə qiymətə kərə yağı olmaz. Siz gedin baha qiymətə alın. Xahiş edirəm, ürək bulandırmayın. Gördüyüm anda zaten hər birinizi bloka atıram. Bloka gedirsiniz. Təbrizin hər şeyi ucuz olduğu üçün yağı da ucuzdur və tam təbiidir. Mən heç satmadığım yağlarına belə heç vaxt demirəm ki, hazır müştərilərimizi zaten yanında danışıram, mağazada hər zaman müştəri. Demirəm ki, o yağ pisdir. Çünki Təbrizin heç bir məhsulunda qatqı olmur. İslam Respublikası olduğu üçün. Aldanmayın, nə bilim, belə sözlərə boş verin. Salam, kərə yağlarımız izdihamı səbəb olur. Nəyə görə? Çünki hər kəs tərəfindən dəhşət çox bəyənilir. Bəyənildikcə də alınır. Qurban olaram, yəni düşünün gəlib qapının ağzında üzünə vurduruq, ayaqlarına qurban, həqiqətən. Heç neysə yaranmayan tekimizdə edilimiz yoxdur, yağlarımız gedir müştərilərimizə. Gələn kimi müştərilərimiz alır, sınamaq üçün aparılanlar var, yenidən gəlib alanlar var. Siz də gəlin, bir dəfə alın, aslını görəcəksiniz. Kloklarınızı verim. Hansı kloklar şimdi? Bayağı alışveriş. Buyurun. Salam, kərə yağlarımız izdihamı səbəb olur. Nəyə görə? Çünki hər kəs tərəfindən dəhşət çox bəyənilir. Bəyənildikcə də alınır. Günlərdir kəşfiyyatını zəbt eləyən Təbrizin Montreux kərə yağlarının sertifikatına qədər sizə təqdim eləmişəm. Yazırlar oradan, nə bilim, bu dövrdə belə qiymətə kərə yağı olmaz. Siz gedin baha qiymətə alın. Xahiş edirəm, ürək bulandırmayın. Gördüyüm anda zaten hər birinizi bloka atıram. Bloka gedirsiniz. Təbrizin hər şeyi ucuz olduğu üçün yağı da ucuzdur və tam təbiidir. Mən heç satmadığım yağlarına belə heç vaxt demirəm ki, hazır müştərilərimizi zaten yanında danışıram. Mağazada hər zaman müştəri. Demirəm ki, o yağ pisdir. Çünki Təbrizin heç bir məhsulunda qatqı olmur. İslam Respublikası olduğu üçün. Aldanmayın, nə bilim, belə sözlərə boş verin. Yağı kimsə sizə məsləhət görür? Yağı kimsə deyib sizə? TikTok'da izləmişim, yalan gəlmişəm də, yalan. Aha, TikTok'da. Hər kəs zaten TikTok'dan gəlir, 4 manat. Təbriz mallar dediyinizə görə. 4 manat, 4 kilo 540 qramdır, 54 manatdır yağınız. Tamam. Gedir müştərilərimizə. Foto qoya bilərsən, bax. Bəli, qoyuruq. Mükəmməl yağlarımız xalam nənəmizə gedir. Əridəcəksən, görəcəksən. Naxçıvanlılar belə gəlirlər, alırlar. Bizim İranla həmsərhəd ola-ola bizdən alırlar yağlarını. Siz də gəlin, alın.